uzada dalğalan baxıb sevinək. Kükrəyən sel kimi axıb sevinək. Düşməni yandırıb yaxıb sevinək. Layiq sənən gözəl taza bayrağım. Ay mənim üç rəngli uza bayrağım. Şərəfli yolların olsa da çətin, yayılıb hər yanaşanın, şöhrətin. Sən güvənc yerisən bizim millətin. Sinəndə ay ulduz qoşa bayrağım. Dünya yaşadıqca yaşa bayrağım. Göy də ürəyimcə, yaşıl da, al da. Səndən gözəl bayraq yoxdur dünyada. Uğurlar diləyək sənə bu yolda. Qürur mənbəysən bizə bayrağım. Səni gəlməyəsən gözə bayrağım. Sevincə, kədərə, aha, əyilmə. Heç bir hökmüdara, şaha, əyilmə. Səni çox sevirəm, daha əyilmə. Ən uca dağlarla qoşa bayrağım. Dünya yaşadıqca yaşa bayrağım. Bəli, şəhidlərimiz rəngli bayrağımız üçün öz şirin canlarını qurban verdilər. Əziz tədbir iştirakçıları, mən sizin təbrizi salamlayıram. Bu müqəddəs məkanda görüşdük, növbətdə. Bugün şəhidimiz Bərbəliyev Rafaelin xatırlama günüdür. Onun döyüş yoldaşları, icra hakimiyyət məşqçiləri, nümayəndəliklər, kənd cəmaatı, qohumları, əqrəbələri burada iştirak edir. Onun xatırlanması üçün bu müqəddəs məkanda Sumqayıt şəhidlər xiyabanında görüşmüşük. Tədbirə başlamazdan əvvəl gəlin Azərbaycanın suverenliyi, azadlığı uğrunda canından keçən şəhidləri bir dəqiqədə sükutdan yadlayın. Allah sənin şəhidlərə rəhmət eləsin. Həmişə bunu deməliyik, həmişə şəhidlər anmalıyıq. Biz Qubadlı rayonunun Cibili kəndinə olan Bərbəliyev Rafael qardaşımızın bir təqdimatı, bir Azərbaycan bayrağı ilə onun əksi, rəngli bayraqla büyükü gündə onu xatırlamaq üçün, onu yada salmaq üçün, o bizim qəlbimizdə necə olduğunu göstərmək üçün bizim əlimizdən bu gəldi ki, bir gün onu xatırlayaq, bir gün toplaşaq bir yerə. Günləri Rafaelin Allah rəhmət eləsin. Qubadlının ən çətin məqamda yerləşən kəndlərinin biri yuxarı, aşağı Cibili, Dəyilidir, sonra Əl-Qumşal. Yəni kəndlər, ağır kəndlər erməninin birbaşa sərhədlər klasının qırağındır. Orada da torpağı qoruyan ancaq cəngavər oğlanlar ola bilərdi. Bağlar mən gələndə yoldaşlara da dedim, vətən üçün ölməyə hazır olan oğlanlar yoxdursa, vətən üçün ölməyə hazır olan. Döyüşdə də ölməyə hazırdır, müdafiədə də ölməyə hazırdır. Hər gündə demək o ölməyə hazır olan düşmənin üzərində qorxusuz gedir, qorxusuz dünya düşmənlə mübarizə aparır. Onlardan biri də Rafael qardaşımızdır. Azərbaycan Silahlı Qüvvələri yarananın ilk gündən yuxarı, aşağı Cibilidə də olan cəmaatdan, yerli əhalidən ordu formalaşdırır, müdafiə batalyonu. Onlardan biri də elə Rafael qardaşımızdır. O kənd cəmaatının yuxarı, aşağı Cibillinin hamısı qəhrəmandır. Amma qəhrəmanların içərisində özünü torpağa həsr etmiş, vətənə həsr etmiş, onun üçün mücadilə aparan qəhrəmanlar yetişdi. Ermənilər Görüş Qaxan yolu ilə gedəndə bəzi zamlar deyilir filan kəsin qorxusundan, filan kəsin qorxusundan. Amma cəmaatın cəngavər oğlanların hesabını gecə ilə, gündüzlə gidirdilər trasa, girirdilər yola, girirdilər kəndə, qorxmadan, ürkmədən, çəkinmədən, erməni qorxur. Yəni biz çox ev ki, o torpaqlar o vaxt işğal oldu. Hal-hazırda torpaqlar önümüzdədir. Qəhrəmanların hesabına, şəhidlərin hesabına, Azərbaycan Silahlı Qüvvələrinin hesabına, xalqın hesabına. Düyünləri biz borçluyuq. Rafael kimi oğlanların ailəsinin yanına gələk deyək ki, əbədi yaddaşımızdadır, əbədi bizim qəlbimizdədir. Etdiyi qəhrəmanlıqlar yaddan çıxmayacaq. Yəni biz onu xatırlamasaq, biz nəyi xatırlamalıyıq, nəyi nümunə götürməliyik, nədən danışmalıyıq? Sona qədər döyüşüb, sona qədər top atıb, axırıncı patronuna qədər vuruşub və səngərdən çıxmayıb, kəndindən çıxmayıb. Yəni döyüşərək çıxmayıb. Bir gizlənəsən, snarya düşür, bir var sona qədər yoxdur, çıxmaq fikri yoxdur. Budur qəhrəmanlıq, budur. Rafael düyünləri milli qəhrəman adını almaya bilər. Amma bizim qəlbimizdə Rafael kimi olanlar qəhrəmandır. Əbədi qəhrəmandır, əbədiyyət.
Allah rəhmət eləsin. Amin. İnşallah Allah qismət eləsin. Sizinlə gedək elimizdə, obamızda, kəndimizdə. Rəfail kimi oğlanların abidələrini ucaldaq. Ziyarətgaha çevrilək olar. Orada olsun bizim nümunə gəzkəsin, onlardan nümunə götür. Mən deyə bilərəm ki, onlar 2 nəfər Rafael və Fəthullah Qullar şəhərindən qorunu gəlmişlər. İlk dəfə Arzuza onlarla müqavilə bağlayan şəxs kimi hər şey fəlaklarım onlar haqqında məlumat əldə elədim. Yadımda bilirsində Rafaela könüllü gəlmək var hər şey, amma könüllü getmək yoxdur. Və nizam var, instansiya var, amir var və dövlət tapını yerinə yetirmək. Və bir ünsiyyətdə oldu, Fərdi söhbət apardı. Baxdı, Şirinli Ərəvanda birinci batalyondaydı, batalyon komandıydı. Və orada qərgə rəhsin mağazasına diqqət edildi. Sonraki dövrdə də mən bir dəfə oranı ziyarət elədim, səngələri və şəxsiyyət yoxlamaq üçün Diligiyə getdim və mənim buradan gözdən dostum rəhmətli Ərxan Rafael'lə getdik. Onun qəbul ziyarətləri təqdim. Bir yaddaşımda qalıb. Ondan sonra da həmişə ilə yenə də yaddaşımdadır. Fəthullah ilə bir neçə dəfə görüşmüşük. Allah ruh şad olsun, məkanı canlaşlı olsun. Rafael qəlbimizdə çox bilirsə, ucadan ucağa döyüşçü, nəsər gəlir. Qəhrəman, yaxşı bir döyüşçü kimi yadımıza qaldı. Bir o zaman ayağımda, Ərnamanda, Havaqlı və icazı olar gedərik. Allah canları sağ olsun, yaxşı bir qəbus abidəsi götürür, bizə gedib. Orada ziyarət edərik, bir toplantı da orada qeyd edərik. İnşallah sağ olsun. Ümumiyyətcə, müvəqqəti olanda hərbi istəyən yanında ağrım üçün əsas səhvət təqləmişdir. Sonra aşağı cibirliydi, Çayani kəndiydi, Güya Tərsən Sağdaşı verdi, bir istiqamətdən, Ermənistandan Səhrət Quran kəndləri idi, Qarlı Şahı istiqaməti idi. Əsasən Səhrət kəndlərinin uşaqları könülləri o cümlədən də cibirli uşaqları rəhmətli Rafael başlayırlarla. Mən həmişə deyirəm ki, Azərbaycan ordusunda qüvvətli topçuların gözünün üstünlüyü vardır, üst çəkisi vardır. Bütün istiqamətlə, həm Qapan istiqamətinə, həm Böyük istiqamətinə, ATV-ci topçular istifadə edildilər. Lazım olanda Cəbrayla, Zəngirana köməyə gedildilər. Rafael kimi qəhrəmanlar heç vaxt unutulmur. Yəni, kimlərsə istəsə də unutsun, mümkünsüz. Ona görə ki, onlar əbədiyyətə qorxan insanlardır. Əbədiyyətdə necə dəyətinləş, necə olursa, onlar da əbədiyyətdə qorxanlaşlar. Şəhidlər haqqında danışanda bəzən deyirlər ki, Allah rəhmət verir. Əslində elə demək lazımdır. Demək lazımdır ki, əbədi yaşayan qəhrəmanlarımıza əbədi ehtiyacdır. Onlar əbədi yaşardılar. Nə qədər Azərbaycan dövləti vardır, nə qədər biz yaşayırıq, şəhidlərimiz yaşayırıq. O gün qurulacaqlar ki, o gün Azərbaycan dövləti olsun. Allah da ordumuza zarar verməsin, dövlətimizi qorusun, şəhidlərimizin məqamımızı olsun. Allah da bizə, bizdən sonra gələn nəsillərə də vətənpərvərlik aşılasın, deyirsin ki, tüm şəhidlərimizi zaman-zaman yadır. Sağ olun, var olun, məqamı ucu olsun. Çox Rafael qardaşımızın döyüş yoldaşları. Ona görə təşəkkür edirəm ki, Allah sizdən razı olsun. Bir daha sağ olun, var olun. Allah bütün şəhidlərimizə rəhmət edilsin. Qazilərimizə can sağlam olsun. Bəli, Rafael bugün hər birimizə fəxr edir. Mən bir qardaş olaraq bununla fəxr edirəm. Bütün şəhidlər bizim baş tacımız. Bunlardan da biri Rafael. Bugünkü günə görə bir daha sizə sağ olun deyirəm, var olun. Allah sizdən razı olsun. Sağ olun. Nə sevdirsiniz? Təşkilatçılara da öz minnətlərimizdən sağolunlarından təşkil edirlər. Ondan sonra yəni 10 dekabr 92-ci ildə deməli bir aktda olmuşam Pakistanda. Sonuncu mərmini mən vermişəm. Tezdən 7 tamamda təxminən başlar döyüş.
12'ye qalana qədər artıq ilə görüşdük. Mərlilərin hamısına verildi. Bu neçədən mən onu eşitdim ki, piyada qoşu daxil olacaq, gələcəklər. Bizim məlumatımız yoxdur, hər tərəfdən gəlmiş onlar. O şəkim dedi, mənaya qorxma sən, narahat olma girə bilir. Sonradan ki, artıq başladılar, pulemyotdan, avtomatlardan istifadə etməyə biz artilleriyadan o istiqamətləri vura bilmədik. Bu gedib topu götürdü, təxmin o tanklara mehman başladı bunu əvəz elədi. Pulemyotla, sonra kəndə artıq etmələr girirdi bir tərəfdən. Mən dedim, qız gəlin, yəni qalacaq belə, onlar mənim məsləhət gördü. Mən dedim, sağ qalsam, qayıdacam yerdən. Getdim, qız gəldi, bir neçə ailəmlə çıxartdım, orada şükürlər olsun. Bir cəmləşdi, bir neçə dəstəylə artıq biz çata bilmədik onlara kömək. Artıq gecə idi, rəhmətli Rafael şəhid olmuşdu. Bir neçə nəfər də onu götürmək istəyəndə yaralanmış, yəni qranat atmışlar, yaralanmışlar, onları çıxartmışlar. Bizdə də deməyirlər, patron yox idi. Bir daha mən minnətlər edib, bunu bildirəm sizə ki, yəni təşkil eləmişsiniz bunu. Əsl qəhrəman bu adam. Elə adamlara ad vermək lazım. Orada da qəhrəman. Çox Bugünkü tədbirə bir qədər kənd cəmaatı, qohumları, döyüş yoldaşları, adını eşidən kimi Rafaelin bir belə toplanması qürur verici. Deməli, hələ burada çoxları o imkanla vəziyyət nə qədər tədbir iştirak edə bilir. İnşallah gələcəkdə onun məzarı da yoxdur burada, toplaşmağa yer də yoxdur. Biz elə qəfildən fikirləşdik ki, vaxtı da yoxdur, burada yoxdur, bu şəhidlər xiyabanında. Nə olar, gedək bir adsız məzarsız yerində toplaşaq, onu birlikdə xatırlayaq. Elə yanında olaq, ruhən o bizim yanımızdadır, biz onun yanındadır. Hər birinizə təşəkkür ederim, hər birinizə. Başdaşın adresini de koymuşum, mezarını da götürmüşüm. Yani gedenler var, ziyaret edenler var. Allah kısmet etsin, herkes gidip ziyaret ederiz. İnşallah biz bir nesilde gidip ziyaret eləmişiz. Senin Allah'ın özü şahsını ziyaret edelim. Allah bir daha diyelim, her birinizden razı olsun. Bugünkü gün için her birinize teşekkür ederim. Sizler her zaman Rafael'i yad edirsiniz. Allah sizden yine razı olsun. Bir daha teşekkür ederim. Sağ olun, hər biriniz sağ olun. Hər birinizə təşəkkür ederim, var olun. Allah ziyaretini